Dipçəkdə ağac almısınız və yaxud da sadəcə olaraq bir yerdən ağac çıxardıb başqa bir yerə aparıb əkmək istəyirsiniz və istəyirsinizsə o tutsun. Bu videoda ona hansı dərmandan istifadə edə bilərsiniz ki, bitkinin yer dəyişəndən sonra tutma şansını artıraq. O barədə danışacağım. Maraqlıdırsa kanalı çevirməyin, biraz yaxın oturun, başlayaq. Salam bağbanlar və bağ həvəskarları, hər birinizi salamlayıram. Məhz video çəkmək üçün gəlmişəm Novxana yolunda Binəqədi tərəfdən Xam Botanika Nailin yanına və bu gözəl Kremlovskiya ağacların əhatəsində sizə bir video çəkəcəm. Dedim artıq nə barədə çəkəcəm. Deməli, dipçəkdə, bu gördüyünüz dipçəkdəki İstər bunlar olsun, istər digər ağaçlar olsun, bunları aldıqdan sonra həyətinizə aparıb əkmək istəyirsinizsə, qiymətləri də elə də ucuz bir şey deyil, 450-500 manat olan ağaçlardır. Aparıb öz həyətinizə əkmək istəyirsinizsə və istəyirsinizsə tutsun, o zaman bunların tutma şansını artırmaq üçün mənim əlimdə 2 dərman var. Ucuz şeylərdir. Biri adı Epin, birinin də adı Sirkon. Bu dərmanlardan istifadə eləyə bilərsiniz. İndi deyim, bu nə üçündür, Epin nə üçündür, Sirkon nə üçündür? Başlayaq Epindən. Epin bitkilərdə stressə davamlılığı artırır. Yəni, siz bir yerdən digər yerə ağacı köçürmək istəyirsinizsə, misal üçün, bu Kremlovski yolkalar dipçəyin içindədirlər. Bunun içində artıq böyüyüblər, kök atıblar. Bunun yerini dəyişmək istəyirsinizsə, bu onlar üçün stressdir. Deməli, bitkilərin stressini azaltmaq üçün yer dəyişmə, transplantasiya zamanı stressi azaltmaq üçün bitkilərin tutalım ki, soyuğa hazırlaşması üçün şaxtalı zonada yaşayırsınız. Bitkilərin dözümlülüyünü artırmaq üçün, şaxtaya dözümlülüyünü artırmaq üçün yenə də epindən istifadə olunur. Və yaxud da soyuq bir zonada yaşayırsınız və yaxud da elə götürək elə Abşeronun özü olsun. Abşeronda indi 25-in dekabrıdır. Birdən bu il qış biraz soyuq keçdi. Dağlıq zonalarda belə ağaçlar əkənlər, onlar bu olsun, sonra Vaşinqtonya palması olsun və yaxud da arxadakı elə İran xurmaları olsun. Bunları əkənlər bilirlər ki, üstünü bağlamaq lazımdır ki, don vurmasın. Amma bizdə Abşeronda burada şaxtalar olmadığı üçün çox vaxt bağlamırıq. Bağlamadıq, şaxta oldu, ağacımızı don vurdu. Ağacı stressdən çıxartmaq üçün. Onun üçün epindən, yenə də epindən istifadə olunur. Və yaxud da günəş yanığı olsun, quraqlıq olsun, yəni məhv olmaqda olan ağacı dirçətmək üçün, diriltmək üçün epindən istifadə eləyirsiniz. Hansı cürə istifadə eləyirsiniz? Epinin bunun içində bir dənə belə bu boyda balaca ampuladır, 1 milliqramlıq. 1 milliqramlıq ampulanı 5 litr suya qarışdırıb, otaq temperaturunu suya qarışdırıb, bitkinin üzərinə çiləyirsiniz. Vurursunuz su püskürdənlə. Bitkinin üzərinə vurursunuz. Bu oldu epin. Bəs hansı vaxtı vurursunuz? Onu da deyək. Epin ultrabənövşəyi şüaların təsiri nəticəsində parçalanır. Ona görə də epini gündüz vaxtı qızmar günəş şüaları altında vurmaq olmaz. Mütləq şəkildə eləməlisiniz bunu ya səhər saat 10-a qədər, ya da axşam saat 5-dən sonra. Qarışdırdınız bir flakonunu və bu boyda belə bir şeydir. Görürsünüzsə oradan. Bir flakonunu 5 litr suyla bitkinizi yaxşıca çimizləyirsiniz və saxlayırsınız. O bitkinin bayaq dediyim kimi istər şaxta olsun, istər günəş yanığı olsun, istər isti olsun, istər quraqlıqdan sonra bitkinin reabilitasiyasına təsir edəcək bir vasitədir. Çox gözəl vasitədir. Bundan istifadə edə
etməyi hər birinizə tövsiyə edirəm. Vurğulayıram ki, bu reklam deyil. Yəni bu məhsulu mən reklam eləmirəm. Mən özüm heç nə satmıram. Sadəcə olaraq hal-hazırda silsilə videolar çəkirəm. Bundan qabaqki videolarda başladım. Ağacları, hansı ağacları yanaşı əkmək olar, hansını olmaz. Onunla bağlı danışdım. Növbəti videom oldu. Cüt əkilməli olan ağaclar. Ağacların əkilməsi ilə bağlı silsilə video çəkdiyim üçün bu mövzuya da toxunmağı özümə bir borc bildim. Borc deməyim, yəni sizin üçün köməklik məqsədi ilə. Çünki bayaq dediyim kimi heç də ucuz olan bir şey deyil. Kifayət qədər qiyməti var. Alırsınız, aparırsınız. Bu olmasın başqa bir ağac olsun. Lap olsun 5 manatlıq bir ağac. Fərq eləmir, pul verirsiniz. Onu aparıb əkirsinizsə öz həyətinizə, onun tutmağını istəyirsiniz, bitməyini istəyirsiniz. Tutmağını, bitməyini üçün başqa bir vasitə də var. İndi bu epin, belə yaxınlaşdıraq. Bahalı bir şey deyil, pahalı bir şey deyil. Yerindən asılı olaraq 1 manatdan 2 manat 50 qəpiyə kimi qiymətlərdə satılır. İndi tutmaq söhbətindən gedir. Tutmaq üçün əkdiniz ağacınızı. İndi bu ağaclar dipçəkdədir. Dipçəkdə, bir də bir şey deyim. Epinin istifadə olunması üçün ideal hava şəraiti 18-25 dərəcədir. 30 dərəcədən yuxarı olan temperaturda o maddə başlayır, vurduğumuz dərman başlayır parçalanmağa və effektini itirir. Bunu da yaddan çıxarmayın. Epini qoyaq bir qırağa, keçək sirkon adlı bir dərmandır. Görürsünüzsə. Sirkon nə edir? Sirkon yeni əkilmiş ağacların köklərinin yaxşı formalaşmasına köməklik göstərir. Daha tez köklənməsinə. Hətta tək bitkilərdən söhbət getmir. Tutalım ki, toxum əkmək istəyirsiniz. Toxumu sirkonlu suda əvvəl bir neçə saat saxlayıb sonra əksəniz, onların pöhrə verməsi şansı daha çoxalır. Sirkon, təkrarlayım, bitkilərin kök sisteminin daha tez tutması, daha yaxşı inkişaf etməsi üçün istifadə olunur və sirkon eyni zamanda da dezinfeksiya, ağaclarda xəstəliklərə qarşı bir vasitə kimi də istifadə eləmək olar. Hansı cürə istifadə olunur? Bununla deyək. Bu da burada balaca bir, xırda bir ampuladır. Bu boyda. 1 mililik ampuladır. Bunu da 5 litrlik suya qarışdırırsınız. Kökdən də verə bilərsiniz. Kökdən verirsiniz. Əgər kök sisteminin inkişaf etməyini istəyirsinizsə, daha tez inkişaf etməyini, tutmağını istəyirsinizsə, kökdən verirsiniz. Dezinfeksiya məqsədi ilə istifadə edəcəksinizsə, bitkinin üzərinə vurursunuz. Hansı vaxt vurmaq lazımdır? Deməli, hava temperaturu müsbət 12 dərəcədən müsbət 25 dərəcəyə kimi ideal hava şəraiti sayılır və bunu da mütləq şəkildə ya səhər ya da axşam üstü qızmar günəş altında vurmaq olmaz. Ümumiyyətcə, hər dəfə deyirəm, qızmar günəş altında bitkilərin heç birinə nə gübrə vermək olar, nə sulamaq olar, nə yumaq olar, nə çimzdirmək olar, olmaz. Çünki qızmar günəş bunun üzərinə vurduğum suyu buxarlandırmaq üçün onu qızdıracaq. Qızdırma nəticəsində də bunda yanıqlar əmələ gəlir. Dərmanlardan söhbət gedirsə, bayaq dediyim kimi epin ultrabənövşəyə şüalar altında parçalanır və təsirini itirir. Demək istədiyim bu qədər idi. Əgər maraqlı gəldisə sizə, burada aşağıda bəyən düyməsi var. Bəyən düyməsini basa bilərsiniz. Şərhlərinizi mütləq şəkildə gözləyirəm. Çünki sizin şərhlərdən elə mənim çəkəcəyim videolar formalaşır. Məsələn, bu video sırf şərhlərdən gələn bir suallar əsasında çəkildi. Şərhlərinizi mütləq şəkildə yazın. Abunə olmamışsınızsa, abunə olmağı unutmayın. Bu da buralarda aşağıdadır. Və izləməkdə qalın. Çünki maraqlı hələ bir neçə videom daha var.
Bu aralar bilmirəm izləyirsiniz ya yox. Bu geniş videolar çəkməyə başlamışam. Silsilə çəkirəm və çox tez-tez də aralıqla paylaşıram. Nəysə, çox uzatmayım. Uzatma barədə də biraz değinirsiniz. Belə, bu qədər dostlar. Epin Sirkon şəkillərini bir də sizə göstərim. Belə bir dərman.